Salam, hörmətli izləyicilər. Bəzi vətəndaşlar düşünür ki, mütləq qaydada pensiya almaq üçün 25 il əmək stajı olmalıdır və ya pensiya kapitalı olmalıdır. Eyni zamanda düşünürlər ki, əgər pensiya müavinət verir olunubsa, sonradan onu bərpa etdirmək olmaz. Mən hüquqşünas Zaur Seyidzadə demək istəyirəm ki, əgər bilmək istəyirsiniz ki, hansı hallarda 25 il işləmədən və ya pensiya kapitalı olmadan pensiya ala bilərsiniz. Eyni zamanda pensiyanın müavinəti necə bərpa edə bilərsiniz? Bu video sonuna qədər baxın. Eyni zamanda xahiş edirəm videonu bəyənin. YouTube kanalına abunə olun. Daha çox şəxsin bu barədə məlumatı olsun. Yəni pensiyanla bağlı, müavinətlə bağlı, bir də əlilliyin təyinatıyla bağlı. Hörmətli izləyicilər. Eyni zamanda onu da qeyd edirəm ki, əgər fərqli qaydada məsləhət istəyirsiniz, qeyd olunan telefon nömrəsinə əlaqə saxlaya bilərsiniz. Amma əvvəlcədən sizdən bir xahiş etmək istəyirəm, hörmətli izləyicilər. Mən özüm də Zaur Seyidzadə əlilliyi olan şəxsin əlillik arabasındayam. Bir yer götürmək istəyirəm. Həmin orada hüquqi yardım göstərdim. Həmin əlillik dostlarıma işini satıb. Bunun üçün də sizin köməyinizə ehtiyacım var. Kömək nədən ibarətdir? Videonu bəyənin, YouTube kanalına abunə olun. Hər video bəyənmə, abunə olmaq YouTube tərəfindən bir köprü dəyərlə hesablanır. Eyni zamanda bu məqsədə çatmaq üçün mən hazırladığım dünyanın 40 tanınmış əlilləri haqqında kitabı satıram. Hörmətli izləyicilər. Həmin hüquqşünas kimi, həmin əlillik təşkilatının rəhbəri kimi, həmin əlillik arasında olan şəxs kimi araşdırma yapmamışam. Maraqlı motivasiya kitabını satıram. Zəhmət olmasa videonu bəyənin, qoy hamı bilsin. Eyni zamanda onu qeyd edin ki, mən videonun bir hissəsini şot bölməsində anons kimi qoyuram. Oradan gibi tam videoya baxa bilərsiniz. Bəyənin keçən mövzuya hörmətli izləyicilər. Pensiyanla bağlı birinci məlumatı verin ki, fevral ayının pensiyası Əmək və Əhalinin Sosial Müdafiə Nazirinin verdiyi məlumata görə fevral ayının 10-cu verəcək. Hörmətli izləyicilər. Və keçdiyi digər məlumatlar pensiyanla bağlı. Qeyd edin ki, 2006-cı ilin yanvar 21-nə qədər neçə il işləmişsinizsə, hörmətli izləyicilər. Hər hesabını, hətta Sovet vaxtı işləmişsinizsə, orada hesabını, eyni zamanda onu qeyd edin ki, hörmətli izləyicilər. Hər ilə görə 307 manat pensiya kapitalı hesabı onu. 2006-dan 2018-ə qədər işləmişsinizsə, hörmətli izləyicilər, bir gün də olsa, artıq 2026-cı ildə dövlət sizə ona görə 24 əmək stajı hədiyyə edir. Misal üçün 2018-ə qədər işləmişsiniz, 24 var. 2018-dən də sonra bir işləmişsinizsə, o halda da sizin artıq 25 il əmək stajı hesab olunur. Dövlət belə bir hədiyyə edir. Nəzərə alın, mütləq qaydada. Hörmətli izləyicilər. Amma gələn il məsəl üçün olacaq 23 il. Hər biri azaldılır. Bunu nəzərə alın. O ki, qaldı əlilliyin və ya müavinətin bərpasına bağlı qeyd edin ki, əlilliyi qulluq edən şəxslər və ya müavinət əgər dəyişdiribsə, sağ verilmirsə, insanlar burada bir yanlışlığa yol verirlər. Məsəl üçün, əlilliyi olan şəxsə anası qulluq edib, ona görə 120 manat müavinət alır, sonra dünyasını dəyişir, ona başlayıb bacı qardaş qulluq eləmək. O halda da vermir və deyirlər ki, get təzdən komissiyadan geç. Bu halda komissiyadan keçmək ehtiyac yoxdur. Hörmətli izləyicilər. Mütləq qaydada 3 variant var. Birinci variant, əlilliyi olan şəxs anlanır vəziyyətdədirsə, yəni psixoloji cəhətdən özünü idarə edə bilirsə, həmin ona qulluq edən şəxs, həmin əlilliyi olan şəxs yaxınlaşın natarsa, ərizə verir ki, falan kəs mən qaynımdır və pulu ona verəsiniz, belə bir şey. İkinci variant əgər mümkün deyilsə, qaynım deyəndə daha düzgün patronajdan söhbət gedirdi. İkinci variant isə patronajdır yenə ərazi üzrə icra hakimiyyəti tərəfindən verilə bilər. Vətəndaşlar, həm əlilliyi olan şəxslər, həm də əlilliyi qulluq edən şəxs ikisi də ərizə yazır, ərazi üzrə icra hakimiyyətinə patronajdır oradan verir. Və ya vətəndaş özün idarə edə bilmirsə,
Yine məhkəməyə müraciət edirlər. Məhkəmə qaydasında qaynunluq təyin olunur. O halda da güzgün var. Hani pul verir, hörmətli icracı. Nəzər, bunun üçün gedib adamın əvizdə olan əvi qrupunu da dəyişməyin, hörmətli icracı. Nəzər, mütləq qaydada. Vacib məsələdən biri budur. Digər məsələ əvinin verimi ilə bağlı, onu qeyd edir. Diqqətlə baxın, hörmətli icracı. Əvi ilə bağlı məsələ keçməmişdən bağlı qeyd edin ki, hörmətli icracı, əvvəlcədən pensiyanla bağlı ki, bilirsiniz ki, birinci qrup, ikinci qrup, üçüncü qrup əvi var. Yəni minimum 30 yaşına gəlib minimum 5 əmək stajı olmalı, 30 yaşından sonra hər yaşına görəsə 4 ay əmək stajı olmalı. Məsəl üçün 31 yaşında olmalı, 5 il 4 ay, 32 yaşında olmalı, 5 il 8 ay, belə artıq hörmətli icracı. Nəzərə alın, mütləq qaydada. Eyni zamanda ikinci və üçüncü qrup əvi versin, bundan əlavə hörmətli icracı pensiya kapitalı olmalıdır. Amma qeyd edin ki, 2006-cı ildən 2018-ci ilə qədər bir gündə olsa işləyiblərsə, buna görə nə əmək stajı lazımdır, nə də pensiya kapitalı lazımdır. Həm birinci qrupa, həm ikinci qrupa, həm üçüncü qrupa birbaşa pensiya keçə bilər. Hörmətli icracı, nəzərə alın. O ki, qaldı sizin əyvinizi vəq ediblərsə, vəq edildiyi gündən siz təzədən komisiya müraciət edirsinizsə, imtina verirsə, 30 gün ərzində məhkəməyə müraciət edin. Hörmətli icracı, vacib məsələdən biri budur. Məhkəmə qaydasından bahsediyorum və bir ərzində siz müraciət edirsiniz, neçə ay, neçə il sizin, yəni son 3 il deyək də maksimum pensiya müavinət yığılıbsa, onu sizə verməlidir. Mütləq qaydada. Hörmətli icracı. Yox, bir ildən sonra müraciət edirsiniz, artıq o yığılmış pula batdı. Hansı halda sizin əyviniz bərpa olunursa, həmin gündən verəcək. Hörmətli icracı, nəzərə alın. Qeyd edin ki, ətraflı məlumat almaq üçün mənim pensiyamla da bağlı, sosial yardımla da bağlı, müavinətlərlə də bağlı, əyvin təyinatından bağlı, hörmətli icracı. 1800-dən artıq videolarım var, şərtlə birlikdə baxıb tanış ola bilərsiniz. Vacib bir məsələdən biridir ki, insanlar öz hüquqlarını bilsinlər. Sonda sizdən bir daha xahiş edirəm, hörmətli icracı, bu xahişimi diqqətinə qulaq asın ki, yerinə getirə bilərsiniz, hörmətli icracı. Dediyim kimi, mən bir yer götürmək istəyəm, əziz dostlarımın əyişini satın, özündə hüquqi yardım göstərin. Əvi arabasında olmağına baxmayaq, hörmətli icracı. Ona görə sizin videonu bəyənməyə ehtiyacı var. Əgər siz bir videonu bəyənsiniz, YouTube kanalı hər bəyənməyə görə bir köpü pul ödəməlidir. Əgər imkanınız yoxdursa, yəni hörmətli icracı, heç olmasa videonu bəyənin, YouTube kanalına abunə olun. Hal-hazırda 4200 nəfər satım ki, 10.000 abunə yığaq. Gəlin aktiv olaq, hörmətli icracı. İmkan daxilində. Diqqətinizə görə sağ olun. Sağ olun.